əvvəlki halı daha gözəl idi. Dəyərli izləyicilər, yəqin ki, mənim səhifəmdə arıqlamış pasientlərin əvvəl sonraki şəkillərinə və videolarına baxırsınız. Bir çox insan düşünür ki, şişman, kök insanların simaları daha parlaq, daha gözəldir. Arıqladıqdan sonra sanki onların gözəlliyi azalır, sanki solğunlaşırlar. Xeyr, insanın əsas gözəlliyi daxili gözəlliyidir, daxili sağlamlığıdır. Orqanların sağlamdırsa, sən daha çox və daha uzun ömürlü, daha xoşbəxt yaşaya bilərsən. Nəinki sima cəhətdən gözəl, lakin daxili orqanları xəstə. Hansı lazımdır bizə? Bizə sağlam olmaq lazımdır. Bəli, xarici gözəllik də önəmlidir, lakin daxili sağlamlıqdan sonra. Ona görə də dəyərli izləyicilər, piylənmə xəstəliyinə azad olmaq üçün mədə kismə əməliyyatına girən şişman kök insanlar qaraciyər, böyrək, ürək, ağciyər və digər orqanların sağlam olması və daha uzun ömür sürməsi üçün girirlər. Həm də uzun ömür, sağlam, xoşbəxt həyat sürən insanın xarici də gözəlləşir. Amma müvəqqəti olaraq 6 ay, 1 il ərzində onlar arıqlayan müddətdə hansısa bir üzünün parlaqlığı itirsə, bu müvəqqətidir və keçici bir haldır. Sağ olun, özünüzə yaxşı baxın.